2024-cü ildə paytaxtda avtobus zolaqlarının çəkilməsi bir sıra sürücülərin cərimələnməsinə gətirib çıxarır. Tətbiq edilən yenilikdən sonra sürücü ikinci zolaqda müştəri mindirib düşürərsə yenə də cərimələnir. Bu da taksi sürücülərin 20 bal toplamasına və sürücülük hüququnun məhdudlaşdırılmasına gətirib çıxarır. Deputat Razi Nurullayev isə deyib ki, qayda pozan sürücülərin cərimələnməsi qarşılığında alternativ təkliflər yoxdur. Sürücülərin özlərindən soruşduq. Alternativ təkliflər nə olsun? Qayda pozan taksi sürücüləri cərimələnsin, yoxsa onlara güzəştə olunsun? Güzəşt, əlbəttə güzəşt. Necə bir təklif məsəl üçün? Təklif o balı ləğv eləsələr vəbşə el olar. Saxlayırsan balıdır, sürürsən balıdır. Bir də ikinci zolaqda saxlamaq. Bəli, bax şəxsən deyə bu Kaspiyan plazanın qarşısında saxlayıram. Uşaq düşür, yəni düşürtməyə yeri yoxdur. 80 manat 2 bal. Cərimə gəlir. Yəni bu balları yığışdıra cəriməni də aşağı salsalar əla olar. Cərimə olunsunlar, yoxsa taksi sürücülərinə güzəştlər edilsin? Əlbəttə ki, əslində güzəş lazımdır taksi sürücülərinə. Ümumiyyətcə bütün maşınlara güzəş lazımdır, deyən ki, taksi sürücülərinə. Amma çox ehtimal ki, taksi sürücülərinə daha da lazımdır güzəş düşür. Güzəş nə ilə bağlı ola bilər? Bəzi hallarda yazılmamalıdır cərimə, yoxsa necə? Ümumiyyətcə taksi şoferlərinə yazılmasa daha yaxşılar, yazılmasa. Çünki onların elə qazancı elə özlərinə gücdən yetir. Ümumiyyətlə güzəştə olmalıdır. Biz vətəndaş harda düşürdə bilərik bəs, yəni başqa bir variant yoxdur. Yəni güzəştdən başqa bir variant biz fikirləşmirik olsun. Siz gündə nə qədər, məsəl üçün deyirəm də, çıxarırsınız pul məvacibdə, onun nə qədər cəriməyə çıxır, təxmini deyirəm. Ayda hər bir sürücünün 300-400 manat rahat elə bir cəriməsi olur. Bizdə yəni filit də var, onu göstərə də bilərik. Cəmi yığılışılsa yaxşı olar inşallah.